Qarış-qarış gəzdik. Vətənimizin müxtəlif güşələrinə səyahət etdik. Maraqlı və unudulmaz anlar yaşadıq. Mənəviyyat dolu evlərin qonağı olduq. Müqəddəs məkanları ziyarət etdik. Hər yerdə Ramazan ətrini duyduq. Salam, xoş gördük dəyərli izləyicilər. Mübarək Ramazan ayında yenidən görüşünüzə gəlmişik. Ramazan insanın Allaha ən yaxın məsafədə ola biləcəyi zaman fürsətidir. Bizim gedəcəyimiz məsafə isə uzaqdır. Hava çox soyuqdur. Yolumuz isə şimaladır. Təbiət necə də gözəldir. Yarpağın rənginin dəyişməsində, səmanın aydınlığında, dağların əzəmətində, günəşin parlaq şüasında qəribə bir sirr var. Bu gözəlliklər təsadüfi deyil. Hər rəng ölçü ilə yaradılıb. Təbiət Allahın insana etdiyi ən səssiz, lakin ən təsirli xitabdır. Əziz izləyicilər, qeyd etdiyim kimi bu dəfə Ramazan ətri komandası şimal bölgəsindədir. Gördüyünüz kimi hər tərəf ağappaqdır. Hava burada çox soyuqdur. İrəlidə isə bizi çox maraqlı görüşlər və çəkilişlər gözləyir. Ağappaq görüntü günahdan təmizlənməni hiss etdirir. Bu möcüzəvi gözəlliyə baxanda anlayırsan ki, Allah istəsə bir anda hər şey dəyişər. Ətrafdakı bəyazlığın qarşısında qəlb də ağarmaq istəyir. Bu gözəllik sadəcə baxmaq yox, həm də təfəkkür etmək üçündür. Əziz izləyicilər, hazırda biz Böyük Qafqaz dağlarının ətəyindəyik. Ətrafımız sıx meşələr və dağlarla əhatə olunub. Təbiəti və mədəniyyəti ilə seçilən Qusardayıq. Torpaq uğrunda ölən varsa vətəndir. Qusar Şəhidlər Xiyabanını ziyarətə gəlmişik. Azərbaycanın, vətənimizin azadlığı uğrunda canından keçən igidlər. Allah ruhlarınızı şad eləsin. Onlar canlarından keçdilər ki, vətənimiz azad olsun. Torpaqlarımız işğalda qalmasın. Və şəhidləri hər dəfə ziyarət etmək bizim bir vətəndaş kimi hamımızın borcudur. Əziz izləyicilər, biz hazırda Qusar rayonunun Həzrə kəndindəyik və Həzrə kəndində bizim tariximizə, kökümüzə bağlı bir məkan var. Bir tarixi məkan var. Burada tarix uyuyur desək daha dəqiq olar. Bura Şeyx Cüneyd türbəsidir. Şeyx Cüneyd 1429-cu ildə Ərdəbil şəhərində dünyaya gəlib, Səfəvilər dövlətinin banisi olub. Şah İsmayıl Xətainin babasıdır. Türbə orta əsrlər memarlıq üslubuna aid inşa edilib və qeyd edim ki,
xüsusilə sadəliyi diqqət çəkir. Həqiqətən də çox sadə və çox zövqlə işlənmiş bir türbədir. Böyük bir imperiyanın banisi olan Şeyx Cüneydin türbəsinin bu qədər sadə olması da özü təvazökarlıqdan xəbər verir. Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən olan və Azərbaycan dilini ilk dövlət dili kimi elan edən Şah İsmayıl Xətainin babasının türbəsində olmaq həqiqətən qürur vericidir. Şah İsmayıl Xətai deyəndə Azərbaycan tarixinin görkəmli sərkərdəsi göz önünə gəlir. Hansı ki, məhz Azərbaycan üçün çox önəmli işlər görür. Türbənin tam yaxınlığında kiçik bir məzarlıq da yerləşir, hansı ki, burada Səfəvilərə aid məzarlar var. Qəbirlər də bir tarixdir deyirlər və buradakı qəbirlər həqiqətən də sanki tarixi xatırladır. Əllərin soyuyub, buz kimidir. Üşümürsən sən? Hə? Adın nədir sənin? Ayla, nə qəşəng, salam. Necəsən? Sənin adın nədir? Siz bacı qardaşsınız? Sən də gəl. Gəl bura. Sənin adın nədir? Oy. Nə qəşəng adın var sənin, Amina? Nə oynuyorsunuz burada? Burada yaşayırsınız? Xoşunuza gəlir, qışda qartop oynamaq xoşunuza gəlir? Gəl görün bura, gəl. Gəl ben sən. O birisindən də. Gedək yaparım səni Bakıya. Yox. Xızıyla sürüşün baxaq. Dumanlı dağların başında durdum, dumandan özümə bir xeymə qurdum. Qusarın Hil kəndindəyik, ətrafı duman bürüyüb. Qar yağıb, qar dizləndir desək daha dəqiq olar. Biz isə Adıgözəlovlar ailəsinə qonaq gəlmişik və bizi qarşıda, irəlidə ləziz, ləzgi mətbəxi gözləyir. Ay ev yiyəsi. Bəli, gəldim. Salam. Necəsiniz? Sağ ol. Hoş gelmişsiniz. Həmişə siz gələsiniz. Sağ olun, çox sağ olun. Necəsiniz? Buyurun, gəlin. Ramazan ayınız mübarək olsun. Sağ ol. Neçə gözəl aylar keçirəsiniz. Çox sağ olun. Təşəkkür edirik ki, bizi öz evinizdə, öz həyətinizdə dəvət etdiniz, qonaq elədiniz. Çox sağ ol. Buyurun. Məşhur ləzgi xərəyi izləyicilərimiz üçün də maraqlıdır. Elə mənim özüm üçün də maraqlıdır. Necə olur ləzgi xərəyi? Onda gəlin baxaq da. Gedək baxaq. Mübinə xanım, kəndiniz necə gözəldir. Məşhur Hil kəndi haqqında eşitmişdim, mən çox eşitmişdim. Qusara gəlsəm də amma heç vaxt yolum bu kənddən düşməmişdi.
Çox gözəl kəndiniz var. Düzdür, indi duman hər tərəfi bürüyüb, heç nə görünmür. Amma həqiqətən çox gözəldir. Həqiqətən çox gözəldir. Yayda çox qəşəng olur. Hər yer yamyaşıl. Və bu şəraitdə yaşamaq özü də bir qəhrəmanlıqdır, mən deyərdim. Biz öyrəşmişik. Nə maraqlıdır buralar. Hər şeyi özümüz becəririk, özümüz yeyirik. Əsl kənd həyatı. Hə, kənd həyatıdır. Məşhur xərək peçi deyəsən buradadır. Məşhur xərək peçi budur. Hə, Nə qəşəngdir bura. əlbəttə. Lüdmina xanım, bu bişirdiyimiz yeməyin adı nədir? Şakuka. Şakuka. Nə maraqlı adı var. Əvvəlcə bıçağı mənə vereyim. Bıçağı Bıçağı mənə vereyim. Ümumiyyətlə Ramazan ayını siz necə keçirirsiniz? Yaxşı. Digər aylardan fərqlidir Ramazan ayı. Hə, fərqlidir. Sevirsiniz Ramazan ayını? Hə, çox sevirik. Hə. Ramazana görə xüsusi yeməklər hazırlayırsınız? Bizdə əsas şokokadır, lezgi yeməklər, çıkandır, qutardır, elə şeyləri, xəmir xörəklərdir, bişiririk, düşbərədir, tez-tez bişirirəm. Mamışım, iftar. Düz oldu. Ay, yaxşıdır. Ona qat. Lüdmila xanım, belə ləzzətli yeməklər hazırlayırsınız. Sizə hər gün qonaq gəlmək lazımdır. Hər gündə qonağımız var, doğrudan da var. Maşallah olsun. Var. Qonağı olan evin ruzusu, bərəkəti də çox olar. İndi qozlu fəsəli üçün xəmir açıram. Fəsəli də bu zonanın məşhur Hə, əsas çörəklərindəndir. hə, əsas ləzgilər bişirir onu. Bəli. Keçmişdə nənələr, babalar ailədə, evdə uşağa necə tərbiyə verilirdi? Biraz bu barədə danışa bilərsiniz? Qabaqlar nənədən, babadan hamı çəkinirdi. Tədbirli olurdu. İndiki uşaqlarda hamısında telefondur, TikTokdur. Qabaqlar belə şey yox idi. Siz də deyəsən həyətdə nəsə əkirsiniz. Nələr əkirsiniz? Mən hər şeyi əkirəm. Təbiət həvəskarıyam. Hər şeyimdə var. Samarodini var. Bütün ərzağı özünüz Hə. Uşaq qızım bişirir. Görürsün nə qəşəng ətri bu var. çörək hazırdır, hə? Biri hazırdır. Bəh, bəh, bəh. Nə qəşəng ətri var. Əlbəttə.
bişiririm. bişirirsiniz. Mutfak edir. Sonra her şey. Ali'cim. Allah'a. Dua birbaşa insanın Allahla rabitəsidir. Mən tutum. Sütçü Bunun adı nə idi? Şakuka. Ha bir de ne şey şakuka aldı. Bayramlarda uşaqlara hədiyyələr alırsınız. Sizə nə hədiyyə alırlar? Biz Şakuka. biz balacaları gördük. Qalanları böyükdür yəqin. Büyük değil. Böyle bir soğan diye bu. Maşınımız qalxmadı çünki təkərləri patronur. Yox ya. Ey müsəlmanlar, bugün o yarı an ayrılır. Uçdu ruhum, getdi ətlim, düşün gövdədən can ayrılır. Hazırıq.